Salam, mən Qafar İmamverdi bugün çalışıram sizə swap'ı başa salım. Ümumiyyətlə swap'a ayrılığını gətirim. Təbii, düz gördünüz. Interest rate swap. Yəni, bunun arasında əlaqə varmı, yoxsa yoxdur? Belə baxanda ümumiyyətlə interest rate, yəni biz tez-tez internetlərə rast gəlirik. Interest rate, yəni discount rate. Interest rate, yəni ikisi eyni, yəni fərq eləməz. Sadəcə olaraq interest rate, yəni discount rate, bu bank uçaq stavkaları daha çox buna gətirsək, discount rate mərkəzi bankların, kommersiya banklarının ayırdığı kreditlərin faiz səviyyəsidir. Burada bu əsasən də biz çalışaraq swap haqqında söhbət edirik. Yəni swap nədir? Swap mərkəzi bankların deyək ki, diskont uçaq dərəcələrindən asılıdır. Hər hansı bir əməliyyatda biz platformalarda, əksər platformalara görürük ki, orada swap yazılır. Bu, hər hansı bir bankın, yəni mərkəzi bankların deyək ki, aldı-satqı edərkən verdiyi əlavə gəlirlər, faizlərdir. Bunlar plus da ola bilir, minus da ola bilir. Mən bugün çalışaram onlara açılığı gətirim, nəyə görə minus olur, nəyə görə plus olur, ümumiyyətlə nə üçün swaplar yaranır. Bu, gördüyünüz kimi, bu swapların plus və minus, yəni gəlirli və deyək ki, ziyanlı olması interest rate-in, hər hansı bir cütlüyün deyək ki, bank uçaq dərəcəsindən asılıdır. Bu swaplar istənilən bir insan, əgər hər hansı bir əməliyyatı açırsa, üstündən bir gün keçəndən sonra orada swap bölməsində görür, ya swap plusla olur, əlavə xırda kiçik gəlirlər və yaxud da ki, minus olur. Yəni, onu sizə nəzərə çatdırım ki, deyim, swapın hər zaman mənfisi müsbətindən 2-3 dəfə böyük ola bilir. Və nəzərə çatdırım ki, əgər əməliyyat açıq qalarsa, 3-cü gündən 4-cü gün keçən günlərdə swap 2-3 qat artır. Yəni, bunu nəzərə çatdırım ki, bunu bilərsiniz. Elə vaxt olur ki, sual ortaya çıxır ki, məsələn, birinci gün, ikinci gün, əgər birinci gün, ikinci günə qalıbsa, 1 dollar deyək ki, əgər və yaxud da 50 sent minus olursa, ikinci gündən, üçüncü gün keçən günlərdə bu olur, aradasa, məsələn, 50 sent oldu 1 dollar. Amma üçüncü gündən, dördüncü keçən günə bu swap 3 dəfə artır. Yəni, bunu sizə deyim. Bu, həmin, deyək ki, bu platformaların ümumiyyətlə qayda qanununa əsasında bunlar hesablanır. İndi gəlin, swap'un nə üçün plus və yaxud da minus olmağını sizə açıqlayayım. Təbii ki, bildiyiniz kimi, hər bir dövlətin mərkəzi bankı var. Və bu mərkəzi banklar diskont faiz dərəcələrini müəyyən edirlər. Götürək, hər hansı bir cütlüyü götürək. Məsələn, götürək euro rəqabətlə, yəni euro bərabər deyək ki, rəqabət aparır Yapon yeni ilə, Japanese yen. Burada gördüyünüz kimi, təbii ki, Avropanın diskont faiz dərəcəsi Yaponiyanın diskont faiz dərəcəsindən daha üstündür. Yəni, burada diqqətlə baxın, mən çalışaram Yaponiyanı burada qırmızı xətdən, qırmızı fonda sizə göstərim. Yəni, burada hal-hazırda Avropanın diskont faiz dərəcəsi təbii ki, Yaponiyanın diskont faiz dərəcəsindən üstündür. Əgər qrafikdə, biz grafikə nəzər salaq, qrafikdə deyək ki, euro əgər qalxırsa, biz buy edəriksə, yəni alarıqsa, yəni buy burada ümumiyyətlə bu trader dilində long adlanır. Long deyəndə, yəni nəzərə çatdırım ki, long buy deməkdir. Buna L hərəfi ilə sizin nəzərə çatdırım. Əgər buy verəriksə, üstündən bir gün keçəndən sonra təbii ki, bizdə swap plusla olacaq. Yəni, kiçik də olsa, biz hazırki gəlirdən, profitdən asılı olmayaraq, yəni bizdə deyək ki, gəlir, əgər orada bir gün qalıbsa, gəlir orada 5 və ya da 10 və ya da 100 və ya da 200, 500, 1000 dolar gəlir varsa, yəni swap bölməsində əlavə gəlir var orada. Nəyə görə? Çünki Avropanın diskont faizi yüksək olduğu üçün, yəni bank tərəfindən bizə əlavə gəlirlər verilir. Yəni onu dəstəkləyimizə görə əlavə gəlirlər verilir bizə. Və bunlar hər gün açdığımız əməliyyat bir neçə gün qalarsa, yəni 2-ci, 3-cü, 4-cü, 5-ci günlərə qalarsa, yəni 3-cü gündən 4-cü keçən günlər həmin o swap nə qədərdirsə, o vurulur 3 qat daha çox olur. Və eyni zamanda nəzərdə çatdırım ki, deyək ki, biz hansısa bir zaman görürük ki, euro düşür. Təbii ki, euro qalxanda
Yapon yeni zəifləyir. Və yaxud da ki, müşahidə edirsə qrafikdə euro düşür və tendensiya aşağıdır. Biz çalışırıq bu halda, təbii biz nə edirik? Sell veririk. Əgər euro aşağı gəlirsə, həmin günü biz əməliyyatımıza bağlasaq, təbii həmin günü heç bir orada swap gəlmir. Yəni, bizim saatın yerli saatdan deyək ki, saat European Central Time-dan 3 saat fərqimiz var. Deyək ki, bizim saatdan yerli saatdan saat 7 saat 3-də 4-ə keçən, yəni 4-ə 1 dəqiqə işləyibsə, avtomatik oradan bizə swap gəlir. Yəni, bunu nəzərə çatdırın. Swap da burada əgər sell verirsə, əgər bizim əməliyyatımız gəlirləndirsə, yəni deyək ki, orada haradasa götürək müəyyən bir məbləğ, əgər 20-30 və ya da 50 dollar gəlirimiz varsa, orada swap bölməsində kiçik bir minus göstərəcək. Yəni, totalda, yəni son nəticədə baxarıq ki, deyə 50 dollar orada gəlir var, amma aşağıda göstərir haradasa 49 dollar 50 cent və yaxud da ki 49 dollar. Yəni, bu swapdır. Nəyə görə biz, yəni Avropanın diskont faizi yüksək olduğu üçün biz, deyək ki, burada euronun satırıq, Yapon yeni alırıq. Yəni, bu əməliyyat adlanır short. Yəni, S-hərfi ilə bunu işarəliyim. Yəni, biz də nəzər çatdırırıq. Diskont faizi dərəcəsi yüksək olan valyutanı biz alarıqsa, bir gün üstündən keçəndən sonra bizim swapımız müsbət olacaq. Yox, əks halda diskont faizi yüksək olan valyutanı biz satarıqsa, bir gündən sonra nə olacaq? Bizim, deyək ki, swapımız mənfi olacaq. Gördüyünüz kimi, burada bir gün keçəndən sonra swap mənfi ilə bizə göstərir. Yəni, bu qayda qanunu sizə bilmək lazımdır. Deyək ki, Azərbaycanda yeganə bir şirkət, Infork şirkətidir ki, Müslüm akont var orada, yəni müsəlmanlar üçün, yəni swapsuz ticarət var orada. Yəni, o swapsuz ticarətdə demək olar ki, həmin Templar Holdings broker kompaniyası tərəfindən müsəlmanlar üçün Müslüm akontda swap oradan ləğv olunur. Yəni, buna ətraflı izahını istəyirsinizsə, inforex.az saytına müraciət edə bilərsiniz.